çox çətin olacaq Barselona üçün. Birinci oyun göstərdi ki, Atletico Madrid müdafiə olunmağı bacarır və mən düşünürəm ki, Atletico Madrid rahatlıqla heç eləyə bilər. 0-0 ya da 1-1, bəlkə də minimal hesabla Barselona üzərində qələbə qazansın. 1-0, sabah belə bir şey. Yəni Barselona inanmıram artıq. Barselona'nın 2 dənə qolu var həmin oyunda mənim fikrimcə. O da var, elə punktlar da olur. Mənim fikrimcə var və 2 dənə qol vurmaqla da Sabah'a özü də qol buraxacaq. Çünki müdafiə biraz şuluq vəziyyətdədir. Yəni Kubarsi də olmayacaq. Martin də müdafiədə. Yəni Alvarez'in Sorlot'un qarşısında heç nə eləyə bilməyəcəklər. Araujo da qayıdacaq ora. Vəbşə dəlixan olacaq. Amma yəni yenə də 3 və yaxud ondan artıq. Amma Barcelona qələbə qazanır. Nədənsə Paketin də tutmadı. Yenə də o gəlirdə belə fikrimə 2-2. Bu dəfə nədənsə İrəşmisən ki, mən 2-2 olmalıdır. Mən sən oyuna gəlir ki, mən durmadan elə 2-2 deyirəm ki, bütün mövsüm baxırı bir tutsun da. Mən minimal heç gözləyirəm. 0-0 ya da 1-1. Mən sənə gəlir ki, 2-2.